Masallı rayonunun Balatəklə kəndində içməli su layihəsi icra olunub. Layihənin başa çatması münasibəti ilə kənddə açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikailov, sədrin birinci müavini Xəyyam Məmmədov, Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov, agentliyin yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov, agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin idarə heyətinin sədri Zakir Quliyev, agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Qeyd olunub ki, Masallı rayonu Balatəklə kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədi ilə qəriblər Masallı su kəmərinin imkanlarından istifadə olunmaqla kənd daxili paylayıcı şəbəkə inşa edilib. Kəndin mövcud su şəbəkəsinin genişləndirilməsi üçün uzunluğu 4,8 km olan yeni su xəttləri çəkilib və ümumilikdə 177 istehlakçı yeni su təchizatı sisteminə qoşulub. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədi ilə bütün abonentlər su sayğacları ilə təmin edilib. Layihə çərçivəsində Balatəklə kəndində 635 nəfər əhali mərkəzləşdirilmiş içməli su təchizatı sistemi ilə təmin olunub. Bildiyimiz kimi Masallı rayonu Balatəklə kəndi ərazisində fərdi qaydada sağaltma işlərinə başlanılmışdır. İşlərə sentyabr ayından başlayaraq start verilmişdir. Əsas məqsəd içməli su ilə, əhalinin keyfiyyətli içməli su ilə təmin etmək, su itkilərini minimuma endirməkdir. Layihəyə əsasən birinci mərhələdə 1300 metrlik su xətti çəkilmiş, 164 ədəd ev birləşməsi verilmişdir. Sonraki prosesdə isə vətəndaşları sağğaclarla təmin etmə işlərinə start verilmişdir. Bununla belə işlər yekunlaşdırdıqdan sonra ərazidə olan 25 ədəd bulaq qurğusu götürülərək demontaj olunmuşdur. Balatəklə kənd sakinlərinin sözlərinə görə kənddə bu vaxta qədər su problemi yaşanıb. Hazırda isə bu problem aradan qalxıb. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Şirin sudan istifadə edə bilmirdi, şirin su yox idi. İndi hal-hazırda bizə şirin su çəkildi, şotiklərimiz qoyulub hal-hazırda. İndi hal-hazırda şirin sudan istifadə edə bilirik. Ən əsası bu təşkil edən cənab prezidentə, bu su çəkilən cənab prezidentə çox təşəkkür edirəm. Minnətdaram ki, bizim bu su problemimiz həll olundu. Əvvəl bizim kəndimizdə su problemləri var idi. Cəmaət bu kənddə suyu həmişə oradan qıraq yerlərdən gətirirdilər. Kimis həyətində arteziyan içməli su var idisə, həmin sulardan istifadə edirdilər. Amma bu günləri şükürlər olsun, kəndimizə içməli keyfiyyətli su çəkilib. Qeyd eləyək ki, Masallı kəndinin içməli su təchizatı Viləşçay su anbarından götürülərək su təmizləyici qurğular kompleksi vasitəsilə həyata keçirilir. Şəhərin su təchizatı sisteminə layihə məhsuldarlığı sutkada 22.000 kubmetr olan bir ədəd su təmizləyici qurğular kompleksi, 7,2 km magistral xətt, 218 km daxili paylayıcı şəbəkə, hər biri 2500 kubmetr tutuma malik 2 su anbarı, 2 ədəd su nasos stansiyası daxildir. Eyni zamanda layihə məhsuldarlığı sutkada 7500 kubmetr olan bir ədəd tullantı su təmizləyici qurğu, 6 ədəd çirkab su nasos stansiyası və 217 kilometr kanalizasiya şəbəkəsi istismar olunur.